Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı və Alufarın baş sponsorluğu ilə triatlon üzrə ölkə çempionatı keçirilir. Bugün burada Priallahıda, Nərəkənddə. Azərbaycan çempionatında 120-yə yaxın iştirakçı var idi. Onlardan kiçik idmançılarla, gənc idmançılarla bərabər həvəskar idmançılar da çıxış etdi. Əsasən ürək açan bizim kiçik idmançılarımız idi. Yəni yaşlarına baxmayaraq yaxşı çıxış elədilər. Texniki cəhətdən baxanda trassa biraz çətin trassa idi, qaçış trassa əsas. Onun öhdəsindən gəldi idmançılar. Bu yarış ölkəmizdə triatlonun inkişafı, triatlon idman növünün kütləviliyini artırmaq məqsədi ilə keçirilir və düşünürəm ki, bugün biz buna az da olsa nail olduq. Bakı şəhərinin dünyanın idman paytaxtı elan olunması bizi də çox sevindirdi. Bu o deməkdir ki, 2026-cı ildə ölkəmizdə daha çox beynəlxalq yarışlar keçiriləcək. Biz də triatlonun daha üst yarışlarını keçirməyi düşünürük. Bu yarışlar idmançıların triatlona daha çox gəlişinə bir yol açacaq. Hakimlərimizə, müəllimlərimizə, federasiyamıza, rəhbərliyə çox minnətdarlığımızı bildirirəm. Qalibləri təbrik edirik və hər kəsə uğurlar diləyirik.